Şaban ayının hər cümə axşamı namaz var. Hər cümə axşamı. Yəni bu cümə keçdi, amma yenə qarşımızda ən azı 3 dənə cümə axşamımız var. Lakin namazın vaxtı haçandandır qardaşlar? Namazın vaxtı sübh namazından ta şam namazına qədərdir. Cümə axşamı gecə deyir ha. Yəni 4-cü gün gündüz. Sübh namazından ta şam namazına qədər bu namaz icra olunur. Bu namazın çox böyük əzəməti var. Kimin hacəti var, istəyi var, müşkülü var, problemi var. Məsumlardan gəlib ki, Şaban ayının cümə axşamı aman dediyim vaxtda bu namazı qıl, Allah inşallah sənin hacətlərini verəcək. Namaz necə qılınır? Namaz 2 rükətdir. Eyni ilə sübh namazı kimidir. Sadəcə olaraq həmdən sonra Qul Huvallahu Əhəd surəsi 100 dəfə oxunur hər rükətdə. Həmdən sonra 100 dəfə Qul Huvallah. Hər 2 rükətdə eyni formada icra olunur. Namaz bitəndən sonra, namazı bitirəndən sonra 100 dəfə Peyğəmbər və Ali Peyğəmbərə salavat deyirsən. Allahümme salli ala Muhammed. Rivayət deyir, Allah onun dünya və axirət hacətlərini inşallah əgər bunu eləsə, ondan sonra dua eləsə dediyimiz formada Allah ona verəcək. Əziz qardaşlar, biraz yaşlı insanlara çətin gələ bilər ki, 100 dəfə Qul Huvallah, amma çox da çətin deyil. Yəni də deyim sizə ki, müstəhəb namazları ayaq üstə də qılmaq olar, oturan yerdə də qılmaq olar. Bir nəfərin gücü var, bir rükətini ayaq üstə qılır, ikinci rükətini oturan yerdə qılır, heç bir eybi yoxdur. Bir rükətini ayaq üstə qılsın, ikinci rükətin nədir? Oturan yerdə qılsın. Müstəhəb namazlarda nədir? Bu məsələlərə icazə var.